Ermeninden kişi miraca gider. Yani bu ibaret nedir? İbaret budur ki bizim Peygamberimiz ki miraca gitti. Bu peygamberi doğan kadındır. Bunu dünyaya getiren kadındır. Allah'ın izniyle. Ama kadındır. Onun için biz bu günü çok mühim ve vice gün biliyoruz. Ve Hazreti Fatime Zehra'nı ki vakti tarih verirler, kardeşimiz dediler. Ondan söken olanda deyirlər ki, bu çadırın altında kim var? Deyirlər Fatime ve atası. Ve kadın içi, ya anne içi, ya kız içi, atasına annedir. Bu andazə Hazret Fatime Zehra'nın o caygahı, o vice yerini gösterir. Ben kardeşimin sözleri dediler, ben bir şeye teveccüh verem kardeşlerimize ve bacılarımıza. Biz bu bölgelerde çıkıyorduk, burada konak. Konağız ve bu konak olmak yerinde gerek ki öz endişelerimizi ve öz ne diyorlar, o şeyler ki öğreşmişik zindebanlığımızda onları getirək, əməldə göstərək. Yani ne mənə? Yani ki bu bizlerde vakti başka adamlar ya ekseriyyət adamlar bakırlar, bizden temizlik görsünler, bizden düzlük görsünler. Bizden işimizde vakti biz işiyoruz, işe bize getirirler, desinler ki acab düz işleyendi, acab bu maşını yaxçı təmir edir, bu ev tikir, yaxçı tikir, bu düz danışan adamdır, bu düz adamdır, buna etimat etmək olar, bunu emanet vermek olar. Biz gerek ölkələrdə kişilik yaşayırıq, gerek belə olaq. Niye belə olaq? Çünkü bizim endişemiz budur, bizim annemiz Fatime Zehra budur. Yani vakti Fatime Zehra'dan söhbət edirik, gerek əməldə də özümüzü göstərək. Evimizin qabağı, küçəmizi, mağazamızın qabağı hamısını təmizləyək. Göstərək ki, biz elə adamıq ki, bizə her kim bizden dost olsa iftihar eder. Her kim bizden famil olsa iftihar eder. Her kim bize baksa, bakışa özüne iftihar eder. Ben öz zindeganlığımda belə düşünmüşəm ki, vakti deyirəm ki, İmam Xomeyni, ya deyirəm Hazret Fatime Zehra, ya deyirəm din, ya deyirəm İslam. Yani ki, ben öz zindeganlığımda əməlimdə bir göstərəm ki, yəni mən sadıq adamam, mən düz adamam, mən işimdə düzəm, mənə etimad etsinlər. Bu çok mühim bir şeydir. Ben siz kardeşlerimizden, siz bacılarımızdan elə burada, Qazanda inşallah ki, öz işlərinizlə, öz yaxşı işlərinizlə, öz təmiz işlərinizlə deyirlər ki, əl-nəzafətü minəl iman və Həzrət Fatime Zəhranın kidir? Onun dinidir. İnşallah her şeyimizde nümunə olaq və fəxr olaq İslam'a və fəxr olaq Həzrət Fatime Zəhraya. Çok teşekkür. Ben mücəddəd sizə təbrik edirəm. Ümidvaram ki, zindagınızda muvaffəqiyyət və behruz olasınız və şad o pirz olasınız. Və əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu. Salavat. Hazreti Muhammed Aleyhisselam'ın salavat. Allahümme salli ala Muhammed ve aleyhi Muhammed. Hazreti Fatime sallallahu aleyhi ve sellem salavat. Allahümme salli ala Muhammed ve aleyhi Muhammed. İmam-ı Ümmet Xomeyni ağa zəhmət çəkdi Əhl-i sonra 14 nəsildən sonra İslam inqilabının yer kürəsinə gətirdi və bizə şərəf, izzət verdi. Ona ruhu paki üçün salavat verir. Allah!
hal-hazırda da tanıyan olan əsgəri. Hər vaxtda onların səsini səs vermişəm, hər vaxtda verirəm ki, dünyada insanları düz yola yönəldirlər, düz yola verirlər. Bugün Həzrəti Fatimə sallallahu aleyhədən danışdılar, alim, Hacı Alay sonsuz danışdılar və mənim ihtiyac götürür, zəhər ötürür, bütün məlumatları aldı. Allah əzinizi versin, mən bir balaca bir broşür çıxartdım, özümə vəzifə bildirimdə hər ildə İmam Xomeyni ağıya xatir. Yəni bir iş əvvəl Allaha xatirdir. Bir 2 milyona bundan çıxartdı ki, bütün insanlara görə görsünlər İmam Xomeyni ağa kimdir və nəsidir. İnşallah bu bufletlərdə sizə paylayacaq və oxuyun, xahiş edirəm, burada dəyərli sözlər var. Burada gözəl sözlər var. Hani İmam Əli inqilabı bu cürdə eləmədi. Düzdür, İmamın il dönümünə, rihlətinə qalıb biraz. Mən biraz qabaqında dünyanın işini bilmiyoruz. Bəlkə də bir yere gittim Sakaraca'da. İndiden bu sizin nəzərinizdə çatdığınız inşallah. Bir ucalı salavat zikr edin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve bütün burada olan qonaqlarımız var. İraqdan var, İrandan var, Fələstindən var, Ufadan var, Tataristandan var. Hər yerdən var və sayı bilmirəm. Hamısını salamatlığı için bir ucalı salavat zikr edin. Allahümme salli ala Muhammed ve ali Muhammed. O ayet ki Kevser suresi de okudular da ben onu da okumuram. Heç nə demirəm. Allah bu Zahra'ya fatır. Bu hanımların bayramını mübarək eləsin. Ben bütün hanımların bir kürəsində öz hanımlarımızla bir yerde təbrik edirəm və onlara uzun ömür, can sağlığı arz edirəm. Yəni ucalı salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Mən qutardır.